Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Bu videoda sizlər üçün 8 sentyabr 2020-ci il coğrafiya fənni üzrə məlumat işə qəbulunda istifadə edilmiş növbəti 20 testini təqdim edəcəm. Əgər ilk 20 testi izləməmisinizsə, kanalımıza daxil olub, playlist bölməsində məlumat işə qəbulu bölməsindən daxil olub izləyə bilərsiniz. Biz isə qaldığımız test tapşırığı olaraq 21-dən davam edək. 21-ci sualı oxuyuram. Alp və subalp çəmənliklərini dağ çöllərindən fərqləndirən cəhətləri bizdən istəyir. Alp-subalp çəmənlikləri Respublikamızda 2003 hündürlüklər aralığında formalaşır ki, soyuq və rütubətləmənin vahiddən böyük olduğu ərazidir və belə çəmənliklərin altında dağ çəmən torpaqları, ibtidai torflu çimli torpaq tipləri formalaşır. Belə ərazilər yay otlaqları kimi istifadə ediləcək. Dağ çölləri isə dağətəyi ərazilərdə formalaşır. Adətən dağ çöllərinin altında da biz şabaldı torpaqların formalaşdığını görürük. İfadələri oxuyaq. Birdə qeyd edib ki, dağətəyi ərazilərdə şabaldı torpaqların üzərində formalaşır. Bu, dağ çöllərinə aiddir. 2-də suvarma əkinçiliyi üstündür. Bu da dağ çölləri üçün əsasən səciyyəvi olan ifadədir. Subalp alp çəmənlikləri əkinçiliyi üçün yararlı ərazi deyil. Hündür dağlıq ərazilərdə əlbəttə ki, aqroiqlim əkinçiliyə yaranmır. Davam edək. Soyuq iqlimdə yaranır, bu doğrudur. Yadda saxlayın ki, Respublikamızda təxminən 1000-2700 arasında soyuq iqlim olur. Subalp alp çəmənliklərində böyük hissəsi məhz soyuq iqlim tipinə uyğun gələcək. Eyni zamanda alp-subalp çəmənlikləri yadda saxlayın ki, biçənək və yay otaqları kimi istifadə edilir. Subalp daha çox biçənək, alp çəmənlikləri isə yay otaqları kimi istifadə ediləcək. Talış dağlarında dağ meşələrdən sonra gəlir, bu yanlışdır. Talış dağlarında landşaft inversiyası olur, hansı ki, burada İran yayləsi tərəfdən gələn isti tropik hava kütlənin maneəsi daxil olması burada landşaftlarda şarqılı ardıcıllıqda pozulmaya səbəb olmuşdur. Normalda Böyük-Kiçik Qafqazda dağ meşələrdən yuxarıda subalp alp çəmənlikləri formalaşsa da, Talış dağlarında biz dağ meşələrinin yuxarısında quru dağ çölləri və dağ küsəvit kolluqların yarandığını görürük. Davam edirik. Rütubətlənmə əmsal vahiddən böyükdür. Bu da doğrudur. Yadda saxlayın, təxminən 1000-1200 metrdən yuxarı hündürlüklərdə ölkəmizdə Böyük-Kiçik Qafqaz dağlarında rütubətlənmə vahiddən böyükdür və həmin hündürlüklərdə də biz bayaq hətta alp-subalp 2000-3000 aralığında olduğunu bildirmişdik. Rütubətlənmə vahiddən böyükdür. Doğrudur. B variantı cavabımız edəcək. 22-yə baxaq. Aşağıdakı ifadələr nədən bəhs edir? 1. Qida qalıqlarının təbii çürüməsi, gübrəyə çevrilməsi prosesi nəticəsində yaranan minerallarla zəngin maddədir. Məişət tullantılarının bioloji yolla zərərsizləşdirilməsi üsulu ilə əldə edilir. Söhbət əlbəttə ki, kompostdan gedir ki, məhz bu elə tullantıların xüsusilə də utilizasiya formasından biridir. Ən çox da biz bunu Avropa ölkələrində görə bilərik. Digər variantlar isə əlaqəsiz ifadələrdir. Biodizel bioyanacağın maye növüdür. Qranul bioyanacağın bərk növüdür, torfdan əldə edilir. Bioqaz bioyanacağın qaz növüdür. Kastor yağı da qeyd etməlisiniz ki, bioyanacağın maye növlərindən biridir. Növbəti test tapşırığına baxaq. 23-də nə qeyd edilib? Oduncaq ehtiyatı ilə zəngin olsa da, oduncaq ixracı az olan ölkələr qrupunu müəyyən edin. Deməli, biz inkişaf etmiş şimal meşə qurşağındakı dövlətlər qrupunu seçə bilərik ki, hansı ki, C variantında biz onları görə bilərik. Onlar şimal iynəyarpaqlı tayqa meşələrində yerləşir. Şimal meşə qurşağındakı bu dövlətlər oduncaq ehtiyatına malikdir və ancaq onlar oduncağı xammal şəklində ixrac etmirlər. Çünki müvafiq olaraq onları emal edəcəklər, hazır məhsul istehsalında istifadə edəcəklər. Qaldı ki, Cənub meşə qurşağındakı dövlətlər, hansı ki, biz Cənub meşə qurşağı deyəndə ekvatorial meşələri nəzərdə tuturuq. Həmin regiondakı ölkələrdən Konqo Demokratik Respublika, Gabon, Surinam, bu tipli dövlətlər əlbəttə ki, öz meşə materiallarını oduncaq şəklində inkişaf etmiş ölkələrə xammal formasında satacaqlar. Belə tip ölkələrdə əlbəttə ki, emal sənayesi üçün müasir texnologiya hələlik yüksək səviyyədə yaradılmamışdır. Digər ölkələr isə sual şərtinə uyğun gəlmir. Məsəl üçün, İtaliya, İspaniya, İsrail, Singapur kimi dövlətlər içərisində xüsusilə də biz burada ilk 3 dövlətin ərazisi oduncaq ehtiyatından elə də zəngin deyil.
Yaxud da ki, D variantındakı Azərbaycan, İran, Türkmənistan və Özbəkistan. Bunlar da əlbəttə ki, şərtimizə uyğun deyil. Bu ölkələr də meşə ehtiyatlarından zəif təmin edilib. Eyni zamanda digər Əlcəzair, Tunisli və Misir kimi variantlardakı bu ölkənin hər birisi olduqca rahat variantlardır. Sadəcə biz A ilə C arasında tərəddüd edirdiksə, verilən sualın şərtində A və C ölkələri qrupu oduncaq ehtiyatından zəngindir. A variantındakilər cənub meşə qurşağı olduğuna görə, onlarda Braziliya istisna olmaqla digərlərində emal sənayesi zəif olduğuna görə, onlar öz oduncaq materialını inkişaf etmiş ölkələrə ixrac edirlər. Ancaq C variantındakı ölkələr şimal meşə qurşağındadır və yenə bu ölkələr də meşə ehtiyatlarından yaxşı təmin edilir və onlarda emal sənayesi olduğuna görə öz meşələrini özləri də emal edirlər. Buna görə də onlar öz meşə materiallarını xammal kimi oduncaq şəklində ixrac etmirlər. 24 nömrəli test tapşırığına baxaq. Daha az inzibati rayonla həmsərhəddir. Bunun üçün də siyasi inzibati xəritəyə baxmalısınız. Burada doğru cavab birbaşa izah edeyim, çox vaxt itirməyək. B variantı edir. Soldakı siyasi inzibati xəritəmizə baxsaz, Ordubad gördüyünüz kimi yalnız Culfa ilə, eyni zamanda Qazax yalnız Ağstafa ilə, Balakəndə gördüyünüz kimi yalnız Zaqatala, yəni bir inzibati rayonla sərhəddir. Buna görə B doğrudur. Digərlərində isə siyasi xəritəni biraz uzaqlaşdırın, özünüz üçün baxarsınız ya da öz atlasınızdan siyasi xəritənizdən istifadə edib fərqləndirərsiniz. Şərtimizə uyğun elə B olduğunu görəcəksiniz. 25 nömrəli test tapşırığına baxaq. Turist Bakıdan əvvəlcə 7686 km şərqə doğru, daha sonra 0 azimutla 3333 km hərəkət edərək A məntəqəsinə çatmışdır. Burada dayanaq. Verilən şərtə uyğun biz addımlarımızı ataq. Bakı bilirsiniz ki, 40 şimal. Gəlin təqdim edək. 40 şimal. Bunun üçün ekvatorda təqdim edək. Və 50 dərəcə şərq uzunluğundadır. Müvafiq olaraq Bakının olduğu məntəqədən əvvəlcə şərq istiqamətində gördüyünüz kimi 90 azimut şərqə doğru deməli 7686 km getmişik. Bu neçə dərəcə edirsə bunu tapaq. 7686-nı bölərəm. Bakının olduğu paraleldə 1 dərəcə 85.4-dür. Bunu əzbər bilək. 85.4-ə bölsəz 90 dərəcə edəcək. Beləliklə biz 50 şərqdən 90 dərəcə şərqə geçsək hara çatarıq? 140 dərəcə şərq uzunluğuna. Qeyd edək. 140 dərəcə şərq uzunluğuna. Və 40 şimaldayıq hələlik. Daha sonra müvafiq olaraq nə eləmişik? Buranı təmizləyim. Daha sonra 0 azimutla 3333 km. Şimala doğru meridian boyunca hərəkət edəndə 111.1-ə və ya 111-ə. Bu verilənə görə 111.1-ə bölməliyik. 3333-ü 111.1-ə bölsəz, bu da 30 dərəcə eləyəcək. Bakı 40 şimaldırsa, 30 dərəcədə yuxarı qalxsaz, biz hara çatarıq? 70 şimala. Beləliklə çatdığımız A nöqtəsinin koordinatı necə oldu? 70 şimal enliyi, 140 dərəcə şərq uzunluğu. Bura qədər hər bir şey aydındır. Gəlin ekranı təmizləyib, ona uyğun koordinatı bildirək. Deməli, qeyd elədik ki, çatdığımız A məntəqəsinin koordinatı 70 dərəcə şimal enliyidir və 140 dərəcədə şərq uzunluğudur. Sualın şərtinə baxaq. Müvafiq olaraq A məntəqəsinin yerləşdiyi saat qurşağının şərq sərhəddini 140 dərəcə şərq uzunluğu hansı saat qurşağına uyğun gəlir? Bunu tapmaq üçün əlbəttə ki 15-ə böləcəksiniz. Qalıq 7.5-dən böyükdürsə cavaba 1, kiçiksə olduğu kimi qalır. Bu qədər uzun gedişatdansa 140 15-ə bölünən hansı ədədə tabedir? 130 ilə 135 ilə 150 arasındadır. 135-ə tabedir. 135 bizim A məntəqəsinin müvafiq olaraq orta meridianıdır. A məntəqəsi yerləşir saat qurşağının orta meridianıdır. Və onun şərq sərhədi. Şərq sərhədi də sağa doğru inməliyik. 7.5 gəlməklə tapılır. Əlbəttə ki, bu da 142.5 şərq uzunluğu olacaq. Cavab 142.5 şərq A və D-dədir. Sualın digər şərti də var. Yerləşdiyi enlikdə qütb gündüzləri müşahidə olunmağa başlayanda günəşin zenitdə olduğu enliyi tapmaq tələb edilir.
70 şimalda qütb gecə gündüzdən başlandığı enini tapmaq üçün siz əlbəttə ki 90-dan 70-i çıxarsınız, eləyər 20 dərəcə. Əgər qütb gündüzü deyirsə, deməli günəş həmin məntəqənin olduğu yarımkürədə zenitdə olacaq. Gündüz idiyinə görə məntəqəmiz şimalsa, bu da 20 şimal olmalıdır. Beləliklə günəş 20 şimalda zenitdə olmalıdır ki, 70 şimalda bu zaman qütb gündüzləri başlasın. 20 cənubda olanda 70 şimalda qütb gecələri başlayır. Bunu da belə yadda saxlayaq. Davam edək. Cavabımız oldu A variantı. 26. Kartoqrafik modelləşdirmə hansı ardıcılıqla həyata keçirilir? Kartoqrafik modelləşdirmə ilə qlobusun və yaxud da ki, xəritənin tərtib edilmə ardıcılığı kimi başa düşək. Bu zaman əlbəttə ki, ilk öncə məlumatları toplayarsan, əldə edərsən, deməli 3. Daha sonra onları təhlil edərsən, 1. Daha sonra da onlara əsasən xəritə tərtib edərsən, 2. Cavabımız 3, 1, 2, buna uyğun E variantı. 27. Müəssisənin illik enerji tələbatı 360 ton kömürdür. Daş kömür yanacağını neftlə əvəz etsək, bu müəssisəyə aylık neçə ton neft lazımdır? İstilik vermə əmsalında burada neftin 1,5 əmsal olduğu verilib. Siz yanacaq növlərində istilik vermə əmsala müqayisə etmək üçün şərti olaraq daş kömürün vahid olduğunu bilməlisiniz. Yəni 1 kiloqram daş kömür yanan zaman ayrılan 7000 kilokal enerji vahid əmsal hesab edilir. Digər yanacaq növləri də məhz buna əsasən müqayisə edirik. Bu tipli sualda düzgün cavabın tapılması üçün əvəz etmə anlayışında qayda belədir. Verilən yanacaq növünün miqdarını, burada verilən yanacaq növü miqdarı nə qədərdir? 360 ton. Onu vurursan, həmin yanacaq növünün əmsalına. 360 ton nə yandırmışıq? Daş kömür. Elə deyilmi? Daş kömürdə əmsalını biz əzbərə bilməliyik ki, 1-dir. Deməli, 360 tonu vurduq 1-ə. Və əvəz edəcəyin yanacaq növünün əmsalını bölməlisən. Nə ilə əvəz etmək istəyirsiniz? Neftlə. Neftin əmsalda əzbər bilin 1,5-dir. 1,5-ə. Qısası 360-ı 1,5-ə böləcəksiniz. Buna uyğun cavab əlbəttə ki, A variantındakı 240 ton olacaq. Həqiqətən də 360 ton daş kömür yandırılan zaman ayrılan istilik qədər enerji əldə etmək istəyiriksə, 240 ton neft yandırmalıyıq. Qayda necədir? Qayda belədir. Verilmiş yanacaq növünün miqdarını 360-ı vururuq. Yandırdığımız yanacaq növünün əmsalına. 360 ton daş kömür idi. Onun da əmsalı 1-dir. Bölürük. Əvəz edəcən yanacaq növünün əmsalını. Biz neftlə əvəz etmək istəyirik. Onun da əmsalı 1,5-dir. Əgər torfla əvəz etmək istəsəydin, torfla olanda 0,5-ə bölərdin. O zaman əlbəttə ki, 720 kiloqram alacaqdın cavab olaraq. Biz neftlə əvəz etmək istədik, 1,5-ə böldük. Bəs bununla bağlı başqa fərqli yanacaq növlərini verilsə, onların əmsalları necə olacaq? Sürətli şəkildə deyirəm, qeyd götürün. Neftdə 1,5 əmsaldır. Sonra təbii qazda 1,4, daş kömür vahiddir, yəni 1. Sonra torfda 0,5, quru odunda 0,4, yanaş hissədə 0,3-dür. Qaldı ki, onları kilokalori ilə enerjini tapmaq. Bunu tapmaq üçün də daş kömürün 1 kiloqramın yanan zaman ayrılan 7000 olduğunu bilməlisiniz. Misal üçün, əmsalları 7000-ə vuraraq hər birisinin vahid kütləsinin nə qədər kilokal olduğunu tapa bilərsiniz. Məsəl üçün, neft. 1 litr neft yananda nə qədər kilokal istilik ayrılır? Neftin əmsalı 1,5-dir. Onu vuracaqsan 7000'ə. Bu da eləyəcək 10500. Və yaxud da ki, təbii qazda 1,4-dür. 7000'ə vuracaqsan 9800 kilokal. Yaxud da ki, torfda 0,5-dir. 7000'ə vuracaqsan 3500. Yanaş isə 0,3-dür, 2100. Bu şəkildə olur. Davam edək. 28-də təşkilatlara uyğun ifadələri uyğunlaşdıraq. Keçmiş Sovet Respublikaları yaradıb, yəni SSR dağılandan sonra onun tərkibindən ayrılan respublikalar MDB adı altında belə bir təşkilat yaradıb, deməli 5-ciyə getdi. Azərbaycan da bu təşkilatın üzvüdür. Hazırda 10 üzvü var. Davam edək. Dövlətlər arası sülh və təhlükəsizliyi qorumaq məqsədi ilə yaradılan sülh və təhlükəsizlik yaratmaq üçün burada siz BMT-ni qeyd etməlisiniz. Deməli 2-yə uyğun gəlir. Sonra Azərbaycanın ilk üzv olduğu təşkilat İslam Əməkdaşlığı və ya İslam Konfransı təşkilatıdır əvvəlki adı ilə. 3-cüyə də 3 getdi.
Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı FAO-dur. 4 bura gedəcək. Avropa ilə Asiya arasında yeni iqtisadi məkan yaratmaq üçün yaradılmış təşkilat isə Guamdır. Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova bu təşkilatın üzvüdür. Cavabınız 4, 2, 3, 5, 1 C variant edəcək. 29. Xəritə sxemdə verilən yola aiddir. Burada siz Perunun paytaxtı Lima şəhəri ilə Braziliyanın Recife şəhəri arasında gördüyünüz bu yol uzunluğu 5000 kilometr olan Trans-Amazon magistral yoludur. Əsas xüsusiyyəti də əlbəttə ki, materikin daxilindəki təbii ehtiyatları mənimsəmək məqsədi daşıyır. Təbii şərait olaraq leysan yağışların yağmasına əlaqədar yollarda tez-tez sürüşmə hadisələri də yarana bilir. Birinci ifadəyə baxaq. Bizə aid olan ifadələr seçmək tələb edilib. Dəniz sahilində və sahildən uzaqda yerləşən şəhərlər arasında əlaqə yaradır. Doğrudur. Sahildəki Lima Recifini sahildən uzaqdakı daxili şəhərlər arasında əlaqələndirici bir yoldur. 2. Zəif mənimsənən, lakin təbii resurslarla zəngin olan regionların inkişafına səbəb olur. 2-də qeyd edən ifadə də doğru yanaşmadır. Həqiqətən də materikin daxilində zəif mənimsənilmiş və təbii ehtiyatlarla zəngin olan regionları mənimsəməyə, onların inkişafına da təkan vermişdir. 3-dəki ifadədə xəta var. Belə ki, 5000 km uzunluğunda olan bu yol, 5000 km uzunluğu var. Bu doğrudur. Amma dəmir yolu deyil, bu yol magistral yoldur, avtomobil yoludur. Digər yanaşmalar doğrudur. Sadəcə burada dəmir yolu əvəzinə avtomobil yazılması doğru olardı. 5-dəki ifadəyə diqqət edək. Amazon sahillərinin resursa mənimsəməyə imkan verir. Yanlış yanaşmadır. Sahil Afrikada müvafiq olaraq böyük səhra ilə savan arasındakı keçid zonadır. Burada isə materikin daxilindəki təbii ehtiyatların mənimsənilməsi məqsədi daşıyır. Davam edək. Ancaq leysan yağışları yola xeyli ziyan törətməsi doğrudur. Tez-tez sürüşmələr yaranır. Doğru cavabına görə B variantı edir. 30 nömrəli tapşırığımıza baxaq. Qızıl yatağı kimi verilən burada sağdakı yataqlardan müvafiq olaraq qoşanı qeyd edə bilərsiniz. Gədəbəydə qızılın qoşa yatağı var. Ölkəmizdə həmçinin Kəlbəcərdə Zod və ya Söyüdlü Qızılbulaq, Zəngilanda Vejnəli yatağı var. Dəmir ehtiyatı Daşkəsəndədir və Daşkəsəndə də müvafiq olaraq Hamançay, Dəmiroğlu, Yuxarı Daşkəsən kimi yataq adlarını qeyd etmək olar. Polimetalın ölkəmizdə Zaqatala, Balakən tərəfdə Filizçay, Katexçay, Kastaq, Mazımçay, eyni zamanda Ağdərə, Təftərə, Mehmanə, Şərurda isə Gümüşlü yatağı var. Xromitin də yataqlarından biri də Göydərədir, Kəlbəcərdədir, Laçında isə İpəkdir. Doğru cavab A variantı edir. 31-ə baxaq. Müvafiq olaraq dəniz, mülayim kontinental, kəskin kontinental iqlimdə yerləşən ölkələr qrupunu istəyir. Elə cavabımız A variantı eləyəcək. Danimarka mülayimin dənizində, Belarus mülayim kontinentalda Şərqi Avropa dövlətləri, kəskin kontinentalda isə Mərkəzi Asiya dövlətləridir. Digər variantlarda verilən ölkələr isə uyğun olmayacaq. Məsəl üçün, Portuqaliya, subtropikin Araq dənizi, Ukrayna mülayim kontinentaldır. Qırğızistan da adətən bir hissəsi mülayimin kəskin kontinental, digər hissəsi isə subtropikin kontinentaldır. Böyük Britaniya ödəyir. Belçika o ödəmir, mülayim dənizə uyğun gəlir. Pakistan isə qeyd edə bilərsiniz ki, subekvatorial və tropikin sərhədinə uyğun gəlir. Niderland ödəyir, Azərbaycan ödəmir. Azərbaycan əslində bir növ subtropikin Araq dənizinə daha yaxındır. Sonra Yaponiyada musson rejimdədir, mülayim və subtropikin. Çili mülayimin dənizinə cənub hissəsi düşə bilər. Bundan əlavə Argentina bir hissəsi mülayim kontinental düşə bilər, cənub hissəsi, şimal hissəsi subtropikdədir. Uruguay da subtropikin bərabər rütubətlənəndir, yəni bu ifadələr də gördüyünüz kimi ödəmir. Mülayimin kəskin kontinentalı yalnız şimal yarımkürəsindədir, bunu yadda saxlayın. Digər variantlar ödəmədir. Kükürt, daş, duz və qum üçün ümumi əlaməti bizdən istəyir. Baxaq. Kimya sənayesində xammal kimi istifadə edilir. A-da qeyd edilmiş bu ifadə kükürt və daş duz üçün sərcavab olsa da qum üçün uyğun gəlmir. B-dəki metamorfik mənşə olması heç birinə uyğun gəlmir.
Bunlar çökmə mənşəli sularda formalaşan qeyri-filiz faydalı qazıntılardır. C-dəki suda həll olub çökmə yolla yaranan bu adətən duzlara aiddir. Ancaq xüsusilə də qum qeyd edəcəksiniz ki, qırıntı mənşəlidir. Platformaların sipər hissələrində geniş yayılması adətən çökmə suxurlar platformaların əyilən hissələrindədir. Sipər qalxan hissələr maqmatik metamorfik mənşəli suxurlardan təşkil edilir. Davam edirik. Bunlar da çökmə suxurlar olduğuna görə əyilən hissələr uyğun gəldi. Y doğru cavabımızdır. Qeyri-üzvü mənşəli çökmə suxurlar üçün aid ediləcək. Davam edək. 33. Tsunamiyə aid olmayan xüsusiyyəti bizdən soruşur. Tsunami okean dibində, xüsusilə tavaların hərəkəti nəticəsində tektonik proseslər olan zəlzələ və vulkan püskürmələri nəticəsində yaranan təbiət hadisəsidir. Xüsusilə də Sakit Okean odlu həlqəsi üçün daha çox səciyyəvidir. Burada da olmayan dediyinə görə diqqətli olaq. Ritmik hadisə deyil, bu doğru ifadədir və doğru ifadə edəni götürməyəcəksiniz. Bizdən aid olmayanları istəyir. Ritmik dediyimiz təkrarlanan prosesdir. Tsunami isə mütəmadi olaraq konkret bir periodik zaman ərzində təkrarlanan hadisə deyil. Sonra endogen proses nəticəsində yaranır. Bu da doğrudur. Aid olmayan ifadə edilənə görə bunu götürmürsünüz. 3. Passat küləkləri yarada bilər. Bu aid olmayan ifadə kimi götürəcəksiniz. Çünki tsunami dalğa olaraq hər hansı bir külək yox, okean dibindəki tektonik proseslər yaradırdı bunu. Zəlzələ və okean dibindəki vulkanizm. 4-dəki ifadə də yanlışdır. Boliviyanın ümumiyyətlə okeana çıxışı yoxdur. Ona görə də biz bunu da yanlış yanaşma kimi götürə bilərik. D variantı 33-də doğru cavabımızdır. Növbəti test 34-də baxaq. Dünyanın torpaq fondu strukturunda daha az paya malik olanı seçmək tələb edilir. Verilənləri gəlin xatırlayaq. Becərilər, müxtəlif bitkilər əkilən torpaqlar təxmini dünya torpaq fondunda 10% pay tutur. Çoxilli bitki və bağların altında qalan torpaqlar 1%. Meşələr təxminən dünya torpaq fondunda 30%-dən bir qədər artıqdır. Davam edək. Otlaqlar, heyvanların otarılması və biçənək üçün istifadə olunan torpaqlar təqribən 26% paya malikdir. Digər torpaqlar, yararsız torpaqlar, səhralar, yüksək dağlıq ərazilər, hansı ki onlar da ümumilikdə digər torpaq qrupunda da 30%-dən biraz artıqdır. Burada əlbəttə ki, ən az pay tutan çoxlu bitki bağlarının altında qalan torpaqlardır. Bizdən də az istəyirdi. Uyğunluğu müəyyən edin. Atmosfer cəbhələrindən isti və soyuq cəbhənin xüsusiyyətlərini uyğunlaşdıraq. Nədir isti cəbhə? Ərazi isti hava kütləsinə daxil olub, soyuq havanın sıxışdırması nəticəsində yaranır ki, temperatur artır, təzyiq azalır və bu zaman isti havanın yavaş-yavaş yuxarı qalxması laylı buludların və qeyd edəcəksiniz ki, həmçinin sonda az miqdarda yağıntı da formalaşacaq. Bir də bunun tam əksi var. Əraziyə soyuq hava kütləsinin isti havanın sıxışdırılması soyuq cəbhə ilə ki, əlbəttə ki, bu zaman temperatur azalır, temperatur azalsa təzyiq artır, isti hava sürətlə yuxarı qalxdığına görə topa buludlar formalaşır, ildırım, şimşək çaxacaq, leysan yağışları müşahidə ediləcək. A-da atmosfer təzyiqi yüksəlir yazıb, yüksəlirsə deməli soyuq cəbhədir, A gedər 2-yə. Temperatur artması isə B-dəki ifadə 1-ə aiddir. Leysan yağışları ifadəsi soyuq cəbhəyə, təzyiqin enməsi isti cəbhəyə, güclü küləklərin əsməsi, ildırım çaxması isə soyuq cəbhəyə aiddir. Burada bulud növləri də fərqləndirə bilərdi. Misal üçün, leysan yağışlardan tökülürdü, topa buludlardan. Topa bulud ifadəsini gördünsə, məsəl üçün, soyuq cəbhəni götürün. Laylı buludlar qrupu isə isti cəbhəyə aiddir. Bu şəkildə də ifadələr ola bilərdi. Davam edirik. 1-ə, B-də 2-ə, A-C-yə olmaqla A variantı bu tapşırığın cavabıdır. 36-ya baxaq. Şorlar, Qızıllar və Salarlar. Altay dəlaləsinin türk dil qrupunun hansı qoluna aiddir? Bunlar Uyğur qoluna aiddir. Davam edirik. Coğrafi koordinatları 60 cənub enliyi, 100 dərəcə qərb uzunluğu olan məntəqədə bastırılmış şagird rəng kölgəsi 180 dərəcə azimutu göstərir. Burada dayanın. Əgər 180 dərəcə azimutu görürsə, Günəş həmin məntəqənin olduğu meridian üzərində həmin vaxt zenit vəziyyətindədir. Bu proses də günorta saat 12 radələri üçün uyğundur.
Gündüzün uzunluğu 14 saat 48 dəqiqə olarsa, müvafiq olaraq axşam, səhər, gecə yarı olan uzunluqların yerləşdiyi saat qurşaqlarını tapın. Siz əvvəlcə birinci cümlədən belə başa düşün ki, 100 dərəcə qərb uzunluğunda saat 12:00-dur. Çünki burada enliyin bir mənası yoxdur. Yəni nə mənada? Yəni bizim üçün vacib olan 100 dərəcə qərb uzunluğudur və kölgə 180 azimutdursa, deməli məntəqənin meridianı üzərində günəş zenitdədir və zenit vəziyyətdə saat 12-də olur. Bu cümlədən siz əlbəttə ki, 100 qərb uzunluğunda 12:00 olduğunu bilməliydiniz. Qaldı ki, verilən şərtə görə səhər günəşin çıxma vaxtıdır, axşam günəşin batma saatıdır və gecə yarıda gecə 12:00 ya da 24:00 nə deyirsinizsə ondan olsun. Bunu da gəlin həll etmək üçün bir dənə boş yer tapaq. Yoxdur boş yer. Aşağıda tapacağım sizə. Deməli 100 qərb uzunluğunda 12:00-dur. Qeyd eləyək. Deməli 100 qərb uzunluğunda 12:00'dur. Müvafiq olaraq bu da Greenwich olsun. Bu arada əlavə məlumat üçün də bunu da özüm üçün qeyd edeyim. Gündüzün uzunluğuna qədərdir. 14 saat 48 dəqiqədir. Birinci axşamı istəyir, daha sonra səhəri istəyir, sonra da gecə yarını istəyir. Bunların hamısını yadımda saxlayayım. 14 saat 48 dəqiqədir gündüz. 14 saat 48 dəqiqə. Yoldaşlar, əvvəlcə biz günəşin çıxma və batma saatlarının hansı belə deyək də uzunluq olduğunu tapaq. Onlardan harada səhər, harada axşam olduğunu da biz görəcəyik. Belə ki, 14 saat 48 dəqiqəni gündüzdür. Onu 2-yə bölərsiniz. 2-yə bölsəz nə qədər qalacaq? Günəşin çıxma və batma saatını 12-dən çıxıb 12-nin üzərinə gəlməklə tapacağım. Müvafiq olaraq bu da 7 saat 24 dəqiqə edir. 7 saat 24 dəqiqəndə belə deyək də, coğrafi uzunluq şəklində qeyd edək. 1 saata müvafiq olaraq 15-ə vursaz 7 dəfə 15 nə qədər edir? Düzgün vura bilsəm deyəcəm sizə. 105 dərəcə edir. 105-in üzərində də 24 dəqiqəni də 4-ə bölsəz, 6 dərəcə üzərinə gəlsəz, 111 dərəcə edir. İndi müvafiq olaraq səhər və axşamı tapmaq üçün bir dəfə sağa, bir dəfə də sola gedəcəksiniz. 100 dərəcənin üzərinə 111 dərəcə sağa getsəz, əlbəttə ki, bunun 100 dərəcəsini Greenwich'ə qədər yerdə qalan 11 dərəcəndə şərq uzunluğuna çatarsınız. 11 dərəcə şərq uzunluğu. 11 şərq uzunluğunda deməli qeyd edəcəksiniz ki, günəşin batma vaxtıdır. Günəşin batma vaxtıdırsa burada nədir? Axşam. Axşam deməli 11 şərqdədir. Səhəri axtarırsınızsa qərbə doğru gedəcəksiniz səhəri tapmaq üçün. Müvafiq olaraq 180-ə qədər 80 dərəcə getmişəm. 111 getmək üçün hələ 31 dərəcədə gedəcəm. 180-dən də 31 çıxanda 149. 149 dərəcə nə oldu? Üzr istəyirəm. 180-nin sol tərəfi şərq uzunluğu olacaq. Burada da nə olacaq? Səhər. Beləliklə, səhər 149 şərq uzunluğunda, axşam isə 11 dərəcə şərq uzunluğundadır. Bir də gecə yarı qaldı. Gecə yarıda yadda saxlayın ki, hər bir məntəqənin qarşı meridianı üçün səciyyəvidir. 12 saat fərq, 15-ə vuranda 180 dərəcə edir. 100 qərb uzunluğunda qarşı tərəfindəki meridian müvafiq olaraq 180-ə 100 çıxarsın eləyər, 80, qərb isə şərq olacaq. Beləliklə, gecə yarıda burada olacaq. Gecə yarı 80 şərqdə, səhər 149 şərqdə, axşam da 11 şərq uzunluğunda olacaq. Yəqin ki, sizin də yadınıza qalmadı. Bizdən axşam, səhər və gecə yarının müvafiq olaraq saat qurşaqlarını istəyir. Gəlin hesablayaq. Axşam, səhər, gecə yarı. Axşam hansı saat qurşağını düşür? 11-i müvafiq olaraq 15-ə bölsəz,
0 qalıq 7.5-dən böyük olduğuna görə birinci saat quşağında. Cavabımız deməli birinci. Səhər 149 150-yə tabidir. 15-ə bölsən elə deməli 15-ci saat quşağına tabidir bu da. Deməli birinci 15-ci. 80 şərtdə 75-ə tabidir. O da 5-ci saat quşağıdır. Cavabımız nə oldu? 1 15 5. Qəşəng. 1 15 5 belə bir cavab var. 1 15 yox, daha doğrusu 1 10 və 5 olacaq. Y variantı doğrudur. Bir daha buradakı xətamı düzəldim. 149 şərq uzunluğu 10-cu saat quşağına düşür. Yəni siz 149-u 15-ə bölsəz 9 dəfə 135 qalıq 14, 7.5-dən böyükdür, 1 gəlirsiniz eləyir 10. Cavabımız axşam olan 1-ci saat quşağında, çünki 11 şərq uzunluğu idi. 149 şərq uzunluğu səhər olan ərazi idi, hansı ki bu 15-ci saat 10 saat quşağında düşür. Dedim öncə yapışdı 15. Bir də gecə yarı 80 şərq uzunluğundadır. O da 5-ci saat quşağına uyğun gəlir. Elə bu tipdə bu özü qəbula düşən sualdır deyənə. Belə yorucu sual idi. Y variantı doğru cavabdır. 38-də müvafiq olaraq 3, 5, 8, 12 nömrəli rəqəmlər ilə verilmiş çayların adlarını bizdən istəyir. Baxın görün 3 hardadır. Xəritəyə diqqət edək. Üçüncü çayımız Dnepr çayıdır. Müvafiq olaraq 5-ci çayımız Po çayıdır. Daha sonra 8 nömrəli çay Sena çayıdır və bir də 12 rəqəminə uyğun olaraq buradan axan çay isə Odra çayıdır. Belə bir cavabımız isə D variantıdır. 39-a baxaq. Deməli, bu sualın bənzəri də 2025-ci il sertifikasiyada istifadə edilib. Onu da yadda saxlayın. Belə, əzbərləyək. Tokaido megalopolis olaraq Yaponiyadadır. Chipis ilə Sansan isə ABŞ-dadır. Chipis göllər ətrafıdır. Sansan da Sakit Okean sahilindədir. Bunların tərkibindəkilərə baxaq. Cleveland. Cleveland Chipisdədir. A gedər ikinciyə. Nagoya, Osaka bunlar Yaponiyaya gedəcək. Tokaido. Sheffield. Bunlar İngiltərədir. Sheffield heç birinə getmədi. Los Angeles Sansandadır. Sonra Philadelphia'da Bosvaşdadır. Onu da heç birinə uyğunlaşdırmırıq. BAD buna uyğun bir dənə B variantı qalır. 400-ə baxıram. Kəsmi yüksəklik 400 metr olarsa, təsvirində horizontalların sayının azalmasına görə dağları ardıcılıqla düzün. Deməli, belə deyək də, horizontalların sayının azalması üçün birinci hündürlüyü, mütləq hündürlüyü daha yüksək olan dağı götürərsən ki, orada horizontal sayı daha çox olsun. Beləliklə, sualın şəritəsində sadə bir formadadır. Dağları hündürlükdən alçağa doğru düz, azalma ardıcılığına görə düz. Buna uyğun cavabı tapaq. Burada verilənlərin siz özünüz üçün təhlil edərsiniz. Müqayisə etsəz, cavab C variantidir. Tianşanda qələbə pikidir. Burada 7439 metr mütləq hündürlüyü var. Atlas dağında Tubkal zirvəsidir. 4165 metr. Afrikanın şimal qərbində. Erebus vulkanı qeyd ediləcək Antarktida fəaliyyəti olan vulkandır. Onun hündürlüyü bir qədər azdır. 3794 metr. Karpat dağı Avropadadır. Göstəri dağdır, hansı ki cavan dağdır. Gerlachovski onun zirvəsidir. 2655 metr. Azalma ardıcılığına görə də C gördüyünüz kimi uyğunluq gözlənilib. Digərlərində isə xəta var. Yoldaşlar, burada bir balaca qeyddə yazmışam. Hansı ki, istifadə etdiyimiz testlərdə əlbəttə ki, fərqliliklər ola bilər. Bu normal haldır. Nəzərə alın ki, 4 seans müddətində hərəsində 40 olmaqla 160 test istifadə edilib. Plus üzərindən artıq 5 il keçib bu müddət ərzində sualları yanlış da xatırlaya bilərsiniz. Yaxud da ki, bəzi testlərdə həqiqətən də öz fikirlərimi də qatmışam. Çünki sual tam xatırlanmadığına görə sadəcə olaraq bəzi dəyişikliklər istərsəməz etməli oluruq, düzəlişlər, əlavələr edirik. Hal-hazırda mən sizə 2023-ün tərtib etdiyim 8 sentyabrda istifadə edilən qəbul testlərinin yığılmasını izah etdim. Növbəti günlərdə inşallah 2021, 22, 23, 24-cü illərdə istifadə edilən test nümunələrdə kanalımızda paylaşacağım. Hər birinizə qarşıdakı imtahanda bol uğurlar arzu edirəm.